Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə, Atevlər məhəlləsi deyilən ərazidə yuxarı hissəsindən demək olar Binəqədi, Xırdalan dairəsindən Binəqədə gedən yola daha yaxındır, hörmətli izləyicilər. Ərazisi nəmişlik olmayan ərazidədir. 1.6 sotun içində inşa olunub, tam şəxsi inşa olunmuş bir həyət evidir, hörmətli izləyicilər. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə hörmətli izləyicilər təqdim eləyəcəm. Hörmətli izləyicilər, gördüyünüz kimi, bax, bura həyətyanın sahəsidir. Rahat həyətinə 2 maşın daxil ola bilər. Evin xarici görünüşüdür. Evi hal-hazırda, bax, ev yiyəsi, sahibi özü ustadır, özü tikib, pul lazım olduğu üçün də indi hal-hazırda satır. Gördüyünüz kimi, bax, evin pəncərələri genişdir, qoşadaşdır. Evin bu tərəfi də, bax, bu hissəsi də yoldur, bu hissəsi də yoldur. Evin hər tərəfi açıqdır. Havalanma tam uyğundur, bütün pəncərələrdən tam evin içinə işıq düşür. Gördüyünüz kimi, ev qoşadaşdan, kəmərləri vırılıb, fundament vırılıb, yəni evin həqiqətən keyfiyyətindən problem ola bilməz. Həyətyanın sahəsindən baxırsınız, bax, belə, gördüyünüz kimi, istədiyiniz ağacları da əkə bilərsiniz. Daxil oluruq buradan evin içinə. Evin içinə girən kimi, gördüyünüz kimi, hörmətli izləyəcək. Bax, bir də hal-hazırda ev sahibi, yenə deyirəm, özü ustadır, hər şeyi özü eləyir, keyfiyyətli materiallardan istifadə eləyir. Yeri polla vuracaq, nəzərcə çatdırın, bax, pol vurulub, laxlanacaq, dolğulanıb, təzən laxlanacaq. Dəhliz hardasa 1.50-1.60 olar eni. Girən kimi, sağ tərəfdə mətbəxdir, mətbəxə hardasa 12 kvadrat olar. Pəncərəsi də görürsünüz, hörmətli izləyicilər, genişli, ürək açandır. İşıqlıdır. Sağda burada, baxın, bax, belə uşaq otağıdır. Haradasa təxmin deyim ki, 10-12 kvadrat olar. Elə bu da. Qiymət də elə bahadır. Tam təmir verəcək. Özü də təmir edib verə bilər. 3.50-nin 3.60-a, 3.50-3.60-ın 6 metriyə buranın qonaq otağıdır. Hal-hazırda bax, ev sahibi indi bütün sistemləri də çəkib, özü keyfiyyətli elektriklidə istifadə olunub. Buxarlar da, alçıpanlar vırılıb, ağartı işləri gedir hal-hazırda. İkidə də burada geniş yataq otaqlardır. Haradasa 16 kvadratlı, 15-16 var. Rahat 3 metrənin, bir 3.20-3.30-un, bir 5 metrə olar. Bu hissəsi də görürsünüz, bax, otaqları genişdir, baxın. 2 dənə yataq otağı da genişdir. Pəncərələr isə tam rahat işıqlıdır, gördüyünüz kimi. Burada da yenə bir yataq otağıdır. Bu da 14-15 kvadrat olar. Yəni, otaqlar da yaxşıdır, genişdir, ürək açandır. Sonda burada sanuzel hissəsidir. Sanuzeldə indi hal-hazırda işlər gedir. İndi ev sahibi buranın özü də təmir edəcək, təcili satır. Tam təmirli, hörmətli izləyicilər, evi təhvil verə bilər. Gəlib üstədüz kimi də aboylarıdır, qapılardır, özü seçiz, özü də, yəni bu evin içində özü vurub verəcək, hər şey qapılar da qoyub verə bilər. Yəni öz zövqünüzə uyğun da inşa elətdirə bilərsiniz. Yenə var, nəzərinizə çatdırım. Ev sahibi özü ustadır, özü işdir evin içində, özünə məxsus olan evdir, özünün için tikmişdir. İndi sadəcə pul lazım olduğu üçün satır. Sənədi, bələdiyyə, arxivli bələdiyyə sənədidir, kupçiyə gedən sənəddir. Bunu da nəzərcə çatdırım, hörmətli izləyicilər. Kimlərsə evini satmaq istəyirsə 055-389-3808 nömrəsi ilə əlaqə saxlayın, evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiyməti evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırıb, kodları götürmək yaddan çıxmasın. Zınqırov adlı bildirim işarəsində aktiv edir ki, hər satışa çıxan evlərdən də xəbərdar olasınız, hörmətli izləyicilər. Evin qiyməti 100 min. Bax, sizin nəzərinizə satım, 100 min 4 otaq deyil. Yəni, 4 otaqlar hamısı 115-110 civarındadır. Bunu da nəzərinizə çatdırım. Amma hal-hazırda bu pul lazım olduğu üçün təmirli 100 min. İndi endirimi ev sahibindən özünüz danışarsınız. Yəni, mənə nə dedi, onu qoydum. Tam təmiri vəziyyətdən söhbət gedir. Yenə də endirimi gəlib özünüz, yəni düşsə də, düşməsə də ev sahibinin özündən asıldır. Gəlib sonunda özü ilə söhbət edirsiniz. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah satanı da xeyir versin.